ondan faydalanır. Ve bir qissə zikredir İmam Ez-Zəhəbi Siyar-ı A'lam Nubala kitabında. Deyir ki, keçmiş sələflərdən, salihlərdən Hatim el-Asam adında həc vaxtı həccə getmək istəyir, həc yaxınlaşır. Lakin nəfəqəsi çatmır, xərcliyi az olur. Və qızı görür, deyir ki, ata nə olub, kədərlisən. Deyir, həc yaxınlaşıb. Qızı deyir ki, həc yaxınlaşıb, həccə get də, həc elə. Deyir, nəfəqə azdır, həc eləmək üçün pulum çatmır. Qız deyir ki, biz övladlar və anamda olanı yığarıq, sən gedərsən. Allah səni ruzləndirər. Deyir, bəs sizin ruziniz, deyir, Allah bizdən ruzləndirər. Və topluyurlar, analarıyla da məşvərət edirlər, o da razılıq verir və atalarına verirlər ki, həcc eləsin. Və ataları da ailəsi üçün 3 günlük nəfəqə xərclik saxlayır. Və yol gedirlər karvanla, qafilə ilə və xəbər gəlir ki, qafilə başçısını əqrəb sancıb. Və deyirlər, rüqyə eləyən varmı? Gəlirlər Hatim el-Asamın yanına və o rüqyə eləyir, sağalır. Və qafilə başçısı deyir ki, yəni mükafat olaraq gedib gələnə qədər sənin xərcliyin mənim üzərimədir, mənim öhdəlimədir. Hatim el-Asam deyir ki, ya Rəbbim, bu sənin mənim işimi idarə etməyindir. Sən mənim işimə bu cür tədbir gördün ki, gediş-gəliş nəfəqəmi bu cür yönətdin. Ailəm barəsində də tədbirini mənə göstər. Və bu minvalla artıq günlər keçir, ailəsinin nəfəqəsi qurtarır və aclıq evdə başlayır və evdə hamı qızı qınıyır. Deyirlər ki, sən səbəb oldun. Evdə nə var, yığdın, verdin ataya ki, həcc eləsin. Və qız gülür. Deyirlər ki, sən qəribəsən, biz ağlayırıq, acılıq baş alıb gedir, amma sən isə gülürsən. Deyirsən, gülürsən. Deyirlər, gülməyin səbəbi nədir? Qız deyir ki, atam ruzi verəndir, yoxsa ruzi yiyən? Deyirlər, ruzi verən Allah Teala'dır, Ər-Razzaqdır. Ata ruzi yiyəndir. Deyir, onda niyə ağlayırsınız? Ruzi yiyən gedib, ruzi verən qalıb. Ruzi yiyəniz gedibdir. Və sonra deyir, qapı döyülür və su istəyirlər. Soruşurlar, kim deyir, xəlifənin karvanı keçir, su istəyir içməyə. Və su verirlər. Və xəlifə də soruşur ki, suyu kim verir? Deyirlər, filan ailə. Deyir, onu mükafatlandırmaq lazım və belindəki bahalı daşqaşlarla bəzənilən kəməri verir və deyir ki, kim məni sevirsə, mənə hörməti varsa versinlər. Və hələ də bir şey verir yanındakilərdən. Və bu ailə də onlara verilən bu şeyi satır və illik dolanışığı düzəlir. Və hamı sevinir, gülür evdə. Qız isə kədərli oturub. Deyirlər, sən qəribəsən, biz güləndə ağlayırsan, biz ağlayanda gülürsən. İndi nə olub? Deyir, baxın, bir dənə xəlifə, bir insan nə özünə zərər, nə də faydaya mənfəət verməyə malik deyil. Bizə baxdı və rəhmi gəldi, bizim illik ruzimiz oldu. Gör, aləmləri Rəbbi olan Allah, Ərhamur Rahimin, onun nəzərləri, onun baxışları bəs necə? Yəni, salih zürriyyət, salih övlad belədir. İnsana dayaq olur. Hər anında insana dayaq olur, Allaha yönəldərək, insanı Allaha bağlayaraq, axirət yurduna bağlayaraq və Allahdan istəyirəm ki, Allah təala bu